Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və əziz izləyicilər, bu günlərim yepyeni sizlərlə videolardan qarşınızdayım. Əziz dostlar, bu günlərim super Azərbaycan və Rus və Türk kanallarına baxmaq istəyirsinizsə, bu videomuzu axıracan izləyin. Videomuza keçməmişdən əvvəl zəhmət olma dəqiqanıza ayırın. Bir dənə sizə bir şey göstərmək istəyirəm. Əziz dostlar, super TV Box aparatları mövcuddur. Orijinal TV Box, keyfiyyətli TV Box aparatları istəyənlər olarsa, Allwinner H618 çipinlə dəstəkli orijinal aparatlar olarsa bizim WhatsApp nömrəmizə qeyd edeyim. Nəzərinizdə saxlayın ki, həmin bu yazdığımız proqramlar həmin bu aparatlarda yazılır. Bax, belə bir pult sistemi var və diqqətli şəkildə baxın. Səs özəlliyi, mouse özəlliyi, hər bir şey var. Üzərində YouTube, Netflix, hər bir şey var bu aparatda. Əziz dostlar, heç bir şəkildə donmayan bir aparatdır. İstəyənlər olarsa keyfiyyətli orijinal aparat, WhatsApp nömrəmiz var burada. Bölgələri də çatdırılması var. Yəni bizlərə müraciət eləyin. Əziz dostlar, Azərbaycan və Türk və Rus kanallarına baxmaq istəyirsinizsə, bunun bir neçə proqramlar var. Bu günlərim mən televiziya proqramını sizlərə göstərəcəm. Bax, televiziya proqramını diqqətli şəkildə baxın. Google Play Store-a giriş edirsiniz. Axtarış bölümü hissəsindən bax, buradan televiziya sözünü yazırsınız. Televiziya sözünü yazdıktan sonra bax, belə bir proqram çıxır. Bu proqramı əvvəlcə qoy mən uninstall edeyim, içindəki yazdığım kanallar silinsin. Sonra isə sizlərlə bərabər həmin bu kanalı yazacağım. Install edirsiniz. Bax, buranı və yükləyirik. Yüklədikdən sonra, əziz dostlar, Open sözünü basırsınız. Open sözünü basırsınız. Və Create Playlist. Bax, bu hissəni seçirsiniz. Bu hissəni seçirsiniz. Bu hissəni keçdikdən sonra bu hissəyə diqqətli şəkildə baxın, zəhmət olmasa. Extreme Playlisti seçirsiniz. Düşürsünüz aşağıya, Extreme Playlist hissəsini seçirsiniz. Və 4 dənə xana çıxacaqdır belə qarşınıza. Əziz dostlar, biraz televizorumuz böyük olduğu üçün biraz televizor böyük gələ bilər. Zəhmət olmasa dəqiq şəkildə videolarımıza baxın. Deməli, birinciyə öz adınızı yazırsınız bu hissəyə. İkinciyə 2 nöqtənin qabağına 2 yazıram, nöqtə qoyuram. Onun qabağındakını bura yazırsınız. 3 nöqtə qoyuram, qabağındakını bura yazırsınız. 4 nöqtə qoyuram. Bax, diqqətli şəkildə baxın. 4 nöqtənin başlıq hissəsi bundandır. Sonra isə 4 nöqtənin qabağındakı olan bütün 80-80-ə kimi olanı bitişik şəkildə bura yazırsınız. Sonda isə buranı vurursunuz. Bax, bu hissəni. Yəqin ki, aydın oldu buralar. Artıq yazma hissəsinə keçirəm. Çox sürətli yazılır. Yəni, həqiqətən belə sürətli bir TV Box aparatlarını görməmişəm. Bir dənə Transpeed aparatında var idi belə sürətli. Bir də bu aparatlardır. Bu aparatları da birbaşa özüm xarici ölkədən gətirirəm. Yəni, Temu malı deyil, gözəl insanlar. Yəni, Temu'yu axtarmayın bu malda. Bu pultun bir gözəlliyi var ki, gözəl insanlar. Bax, diqqətli şəkildə baxın. Rəqəm yazanda birbaşa şeyləmirsiniz də, çətin çəmirsiniz. Birbaşa bunları yazırsınız, promo çıxır gedir.
Bu pultları yəni belə cəhətdən mən həqiqətən xoşuma gəlir. Mən sizlərə söz vermişdim, videolar çəkəcəm. Əziz dostlar, biraz başım qarışdığı üçün həqiqətən vaxtımız olmur. Onun üçün mən sizlərdən videolar çəkə bilmədim. Artıq videolarımıza yenidən davam eləyəcəyik. Tez-tez videolar çəkəcəyik. Bu kanalları şəxsi özü üçün istəyənlər varsa, tək özü üçün istəyənlər varsa, birbaşa bizlərə müraciət eləsin. Şəxsi biz satırıq bunları. Mənə nömrəmi oradan götürürlər, mənə deyirlər ki, qardaş, siz satırsınız. Və əlbəttə ki, biz satırıq bunu. Bunu satanı bizik. Bunun rəsmi dilləri bizdədir. Yəni biz bunun şəxsi serveri özümüzük bunun. Bu videolarda paylaşdığım bunlar onlar deyil əziz dostlar. Bu onlar başqa şeydir, bunlar başqa şeydir. Siz buradan görüb bu belə fırlanmağı, donmağını görüb şeyləməyin. Onsuz da ki, bunlar vaxtdan olan bir şeydir. Bir müddətdən sonra bu videolar paylaşdığımda dayanır. Bu demirəm ki, ömürlük gedəsi. Xeyr, ömürlük ümumiyyətcə bu proqramlar, kanallar yoxdur həqiqətən. Kim deyirsə sizi birbaşa yalan deyir. O lisenziyasız, lisenziyonlu bir şeylərdir. Biz verdiyimizdə həm kastiva yüksəkdir, həm donmamağına sizə söz veririk, zəmanət veririk. Əgər hər hansı bir kanaldasa problem olarsa, anındaca bir gün, 2 günə həll olunur həmin bu serverlərdə. Yəni bizləri seçməyinizi sizlərə tövsiyə edirəm. İnternetiniz yaxşıdırsa problem deyil. Heç bir şəkildə, yəni ürəyiniz açıq şəkildə ala bilərsiniz. Bəzi insanlar sual verir, deyir mən falan yerdən aldım. Məsələn, bir aydan sonra qardaş dayandı, işləmədi. Sonra yazıram ki, deyir falan qədər pul vermə. Xeyr, gözəl insan, bizlərdə elə şey ola bilməz. Bunlar hamısı rəsmi qaydada olan bir şeylərdir. Sizlərə biz test veririk, testləri alırsınız. Testdən sonra əgər xoşunuz gəlirsə, əgər almaq fikriniz varsa, test veririk. Veririk sizlərə, baxırsınız, sonra ödənişi ödəyirsiniz, birbaşa çeviririk sizləri öz şəxsi serverə. Artıq yazdıq, yazdıqdan sonra bu sağ küşdə don var, yenə dediyim kimi, qutardıqdan sonra sağ küşdəki bu hissəni basırıq və save basırıq. Əziz dostlar, bir nöqtəni belə səhv yazsaz işləməyəcək. Bax, gördünüz, nəsə səhv yazdım, bax işləmədi. Gələk təzdən ücü bu ayarlar qisminə gedirik. Bax, bu ayarlar qisminə çalma listəsinə, playlist üzərinə gəlirsiniz və bunun üzərinə basırıq. Görə indi nəyi səhv yazmışam. Əziz dostlar, artıq düzəltdim. Problemi aradan qaldırdım. İndi artıq kanallar gələcəkdir. Bax, yenə də deyirəm, həmin bu hissələri dəqiq şəkildə baxın. Bir nöqtə, bir hərf fərqi, əziz dostlar, işləməyəcəkdir. Yəni, konkret deyirəm, işləməyəcəkdir. Bu da hər hansı bir kanalların bir dənəsini göstərəcəm sizlərə necə işlədiyini. Həqiqətən çox super şəkildə işləyir. Səsini azaldıram. Keçiş sürətləri də həqiqətən çox tez keçir. Baxın, görün necə bir sürətli şəkildə açır. Azərbaycan kanalları da var, əziz dostlar. Bax, Azərbaycan kanallarını da keçirəm. İstəyənlər varsa keçib, yəni baxa bilərlər. Azərbaycan 45 ədəd kanalı var. Və qoyuram kanalların keçiş sürətinə zəhmət olmasa diqqətli şəkildə baxın. Görün necə çox sürətli şəkildə keçəcəkdir kanallar. Həqiqətən çox xoşuma gəlir. Bilmirəm, aparatdandır, kanaldandır. Onu yalan deyərəm, serverdən də ola bilər. Bu hissələri çox güman ki, siz bulur vəziyyətdə görəcəksiniz, görə bilməyəcəksiniz. Yenə də deyirəm, əziz dostlar, şəxsi özünüz üçün alın. Buradakı paylaşdıqlarımız müvəqqətidir. Düzdür, verirəm. Bəzi insanlar, məsəl üçün elə insanlar var ki,
baxa bilmir. Bunlar üçün verirəm, baxırlar, amma şəxsi özü üçün götürəndə belə olmur. Yəni bunları şəxsilərdən, bunları fərqli bir saymayın. Həqiqətən fərqləri çoxdur. Test verən zamanda özləriniz görəcəksiniz. Və narahat olmayın ki, kimdəsə məsəl üçün bir gündən sonra, 2 gündən sonra belə problem yaranar, dayanar, şəxsi özünüz üçün götürəndə elə bir şey olası deyil, həqiqətən. Artıq proqramları da yazdım. Zəhmət olmasa bizim kanalımızı abunə olun, like qoyun və belə orijinal, yenə də deyirəm, belə orijinal TV Box aparatları istəyənlər olarsa bizlərə müraciət eləyin. Səs sistemi mövcuddur və birbaşa YouTube sözünün üzərinə basırıq. Diqqətli şəkildə baxın əziz izləyicilər. Necə sürətlə açdığını görəcəksiniz. Giriş eləyən kimi açır, həqiqətən donmadan orijinal prosesordan malikdir. İstəyənlər olarsa. Bax əziz izləyicilər, bir şey sizlərin nəzərinizdə saxlayın. Ümumiyyətcə, əziz dostlar, bu aparatlarda RAM, ROM söhbəti deyil. Bax, mən sizə yenə deyirəm. Elə aparatlar var ki, 4 RAM 64'dür. Ancaq bu onu dəstəkləmir. Gözəl insan, orijinal bunun prosesoru lazımdır. Necə ki, iPhone-larda məsələn, eləsində var 1-2 GB-dir. Elə telefonlar var ki, 10-12 GB-dan güclü işləyir. Fakt da, onu bilirik də. Çünki onun prosesor gücü fərqlidir. Nüvələr söhbəti var. 4 nüvəli var, 3 nüvəli var. SafetyVax söhbəti var, Google SafetyVax'lı aparatlardır. Bax, bunların hamısı. SafetyVax'sız aparatlardan bunlara səhv salmayın, gözəl insanlar. Bir qardaş yazıb yorumlarda, indi bilmirəm, onu həmin adamı tapsam yorumlara bura qoyacam. Yazıb ki, falan yerdə 45 manat aparat var. Xeyr qardaş, bu 45 manatlıq aparat deyil. Yəni bu ondan deyil. Şəxsi özü üçün orijinal aparatlar istəyənlər olarsa, zəhmət olmasa bizlərə müraciət eləsin. Tək aparat yox, kameralar da var bizlərdə, orijinal kameralar. İndi inşallah WhatsApp nömrəmi aşağı qoyuram, istəyənlər olarsa birbaşa yaza bilərlər.